Freelancersən və sifariş və nə qiymət verəcəyini bilmirsən. Qiyməti çox deyirsən, sifarişi verməyəcəklər. Az deyəcəksən, loxlanmış olacaqsan. Çox vaxt insanlar qorxur ki, əlindən bir şans itirəcək. Yəni normalda pul verirlər, bəşəm götürün bunu, amma götürəndən sonra da əziyyət çəkirlər özü. Belə vəziyyətə düşməmək üçün nə etməlisiniz? İşinizin 1 saatının dəyəri nə qədərdir, onu bilməlisiniz. Misal üçün, əgər təzə başlamısınızsa, motion graphic designersinizsə və ya qrafik dizaynersinizsə və ya başqa sahələrdəsinizsə, 1 saat işinizin dəyəri əgər tam təzə başlamısınızsa 5 manat 20 manat arası olacaq. Sifariş götürürsünüz, baxırsınız ki, bu işdə təqribi 20 saatlıq iş var. Üstünə gəlsin bir 5 saat gəlsin, çünki həmişə istədiyim vaxtı bitirmir. Sonra 25 saat olacaq. Qiyməti 20 manatdan hesablasaq 500 manat. Əslində sadə bir şeydir. Hamımızın başına gələ bilərdi bu, amma hər dəfə sifariş götürəndə tələbələr eyni problemlə rastlaşır. Görürsən, sərf eləmirsən, rahat yoxlaya bilərsən. Ola bilər sifarişin qiyməti 2000 manat olsun, amma sən bilirsən ki, əziyyət çəkəcəksən. Sən bunun üzərində 2 ay əziyyət çəkəcəksən və dəymir onu eləməyə. Rahat yoxlaya biləcəksən. Çox vaxt tələbələr şansı itirməkdən qorxurlar, amma bu tərəfdən də ki, götürəndən sonra başlayırlar ağlamağa. O vəziyyətə düşməmək üçün deyirəm. Növbəti videomuzda isə məsələ sifarişləri necə götürmək lazımdır, hardan sifariş götürmək olar, necə daha çox gəlir qazanmaq olar, onun haqqında danışacağam. Bizimlə qalın. Hələlik.